Ağdam rayonunda 2 nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin aprelin 9-da rayonun İmanqulubəyli kəndi ərazisində yerləşən Sultanbud təpəsinin yaxınlığında baş verib. 1997-ci il təvəllüdlü Royal həmin gün saat 16 radələrində Sultanbud təpəsinin yaxınlığında Nicat Mehrəliyevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərər çəkmişin ona olan borcunu ödəməməsi olub. Onların arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Dava zamanı Royal zərər çəkmiş şəxsin başının arxa nahiyəsinə 2 dəfə yumruqla vurub. Hadisəni törədən Royalın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərər çəkmiş şəxs 2025-ci ilin fevral ayından onadan 10 günlük 250 manat borc alıb. Lakin qaytarmayıb. Nicatın yanına Ağdam rayonu Sultanbud meşəsinə gələrək ondan pulumu istədi. Nicat pulu qaytaracağını dedi. Mən isə uzun müddət aldadılaraq pulu ödəmədiyini dedim. Bundan sonra aramızda mübahisə yarandı və yumruqla 2 dəfə Nicatın başının arxa tərəfindən vurdum deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, hazırki vaxta qədər zərər çəkmiş şəxs ondan aldığı pulu qaytarmayıb. Bu səbəbdən Nicatı döydüyünə görə peşman deyil. O cərimə ödəməyə imkanının olmadığını qeyd edib və barəsində islah işləri cəzasının təyin edilməsini xahiş edib. Bu cinayət işinə Ağdam rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs aylıq qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O Ağdam rayon məhkəməsinin 13 may 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, Nicat Mehrəliyevin ona olan 250 manat borcunu qaytarılmasını xahiş edib. Bu şikayətə Gəncə apellyasiya məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri apellyasiya şikayətini əsassız sayıblar. Təmin olunmaması barədə qərar qəbul ediblər. Məhkəmə kollegiyası hesab edib ki, hazırki cinayətin törədilməsi motivi olan 250 manat pul məbləği ilə bağlı təqsirlənən şəxsin mülki mühakimə icraatı qaydasında adiyyəti üzrə müvafiq 1-ci instansiya məhkəməsinə müraciət etmək hüququ var. Bundan başqa Göyçay rayonunda 58 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə bu ilin fevralın 11-də rayonun kəndlərindən birində baş verib. 1967-ci il təvəllüdlü Əfqan həmin gün saat 8 radələrində arvadı Elmira ilə birgə yaşadıkları evdə olarkən mübahisə edib. Aralarında ailə məişət münasibətləri zəmində yaranmış mübahisə zamanı arvadının ağız nahiyəsini hər iki əlini barmaqları ilə kənarlarına doğru qəsdən dartaraq ona hər iki ağız bucağı nahiyəsindən cırılmış yaraları formasında xəsarət yetirib. Hadisəni törədən təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Elmira ilə 28 ildir evlidirlər və 4 uşaqları var. Fevralın 11-də səhər saat 8 radələrində arvadımın yaşadığımız evdə qutab pişirməyə başladığını gördüm. Sonra arvadıma qutabı indi pişirməməsini, dəyirmana getdiyimi, nahar vaxtı geri qayıdacağımı bildirdim. Qutabı nahara pişirməsini, isti halda yemək istədiyimi söylədim. Lakin arvadım mənimlə razılaşmayaraq öz bildiyini edəcəyini dedi. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı arvadımı əllərim ilə sinəsindən geriyə itələdim. Hər iki əlimin barmaqlarını ağzına salaraq ağzını cırmağa başladım. Arvadım əlimdən qaçaraq getdi deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Elmiranın sözlərinə görə əri Əfqan yuxudan oyanaraq qutar pişirməyə hazırlaşdığını görüb. Ərim qutabı mənim
acığıma bişirirsən deyərək mənimlə əvvəlcə sözlü mübahisə etməyə başladı. Həmin vaxt Əfqana səhərdən axşama kimi evdə yatdığını, heç bir işlə məşğul olmadığını və evdə yeməyə başqa heç nə olmadığını dedim. Bu səbəbdən məcbur qalaraq tab bişirdiyimi bildirdim. Əfqan məni söyüb təhqir edərək üzərimə gəldi. Dedi ki, sənin ağzını cıracam. Sonra məni itələdi. Bu zaman mən yerə yıxıldım. Sonra isə hər iki əlini barmaqlarını ağzıma salaraq ağzımı cırmağa başladı. Sonra bir təhər güclə Əfqanın əlindən çıxdım. Evi tərk edərək polisə müraciət etmək üçün yola düşdüm deyə o ifadəsində qeyd edib. Bu cinayət işinə Göyçay rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 360 saat ictimai işlər cəzası təyin edilib.